Heç əşki. Fikir verməyin. Своим мыслям. Браво! Bərəkallah yoldaş Xəlilova. Bərəkallah. Birdən-birə qıdığımız gəldi. Yaxşısı budur, gəlin sizə bir lətifə danışım. Birindən soruşurlar. Ay yoldaş, siz niyə axırıncı partiya iclasına gəlməmişsiniz? O da deyir ki, yoldaşlar, ay qurban olun, bilsəydim ki, axırıncıdır, qohum əqrəbəni də yığıb gələrdim. Başa düşmən, burada gülməli nə var? Sizin sözü heç mən də başa düşmürəm. Əlbəttə, bağlamalıdır. Salam melekim. Nə yaxşı mehriban oturmuşsunuz. Tikinti və marif, əntiqə. Salam. Üzünüz niyə gülümsəmir? Siz küçədən gəlmirsiniz? Xeyr, həyət tərəfdən qalxmışam. Nə olub axı? Bir baxın. Əşki, belə şeylərə artıq öyrəşmək lazımdır. Nə istəyirlər? Kanalizasiya. İndi kanalizasiyanı da bölüşdürə bilmirlər. Meclisin günahkarı kimdir? Kərimov. Siz yox. Siz də yox. Hələ Kərimov yaxşıdır. Büro nəyə görə yığılıb? Elektromexanika zavodunun məsələsinə baxırlar. Zavodun direktoru da oradadır, partkomu da. Yazıqlar. Əşki onların nəyə yazıqdır? Yazıq ilan vursun onları. Может, я не права? İndi orada insan talihi həll olunur. Onların yerinə biz də ola bilərdik. Siz də, elə mən də. Bizim hər birimiz nəyəsə cavabdehi. Misal üçün, mən heç nədən qorxub eləmirəm. Sadəcə olaraq Qorranonun müdiriyəm. Rüşvət almıram, dövləti aldadmıram. Partiya üzvlük haqqında vaxtında verirsiniz, elədir? Başqasının dərdinə sevinməyin, xanım. Xahiş edirəm, mənə dərs verməyin. Bağışlayın, yadımdan çıxdı. Müəllim sizsiz, ancaq siz öyrədə bilərsiniz. Mənimlə bu tərzdə danışmağa icazə vermirəm. Mənim də öz fikrim ola bilər. Əlbəttə, buna heç kim etiraz eləmir. Ali, büro ilə qutarmayıb. Siz görmürsünüz bəyən? Salam, krasavçik. Hey! Люди! Люди! Ay cəmaatkarsınız, batmışsınız orada. Liftçini çağırın, eşidirsiniz? Parlament özə bilmirəm. Partlayacağım. Ay cəmaat, partlayıb ölürəm. Necəsiz? Gənə gəldin? Neyinirsiniz orada? Burada Ali cənab qadın olmasaydı, mən sənə deyərdim biz burada neyinirik. Bak gördün danışığını. İçərdə qadın var be ya. Ay börək Allah. Starşina Murtuzov, sənədlərimizi göstərin. Ay yoldaş Murtuzov, sən əvvəlcə bizi buradan çıxart, sonra sənədlərimizi soruş. Maygüli! O nə dedi? Maygüli. Deyirəm, ay qurban olum, liftçini çağır da. Mənim süpəsi. Mən ölüm soruş, liftçi hardadır? Hardadır? Akt zalında, musiqi fırladır. Ay qardeş, musiqiçi ara, liftçi ara. Mən nə bilim, mən dayı dözə bilmirəm, partlayacağım sən öl. Yazıq, tualetə istəyir. Hindiyəcən eləməmsən be, hə? Əlbəttə eləməyir. Hara? Bura? Düz deyir də. Mənə bax, sən zad elə ginən də. Adı yox, burada qadın var. O üzün çörsün. Yox, olmaz. Lifti mındarramayın. Sən Murtuzov? Hələ nə Murtuzov? Murtuzov neyinə bilər? Bax, qardaş. Orada cəmaat basa-bas salıb. Bunlar liftin içində. Bu mənə lazımdır. Rəhmətli atam düz deyirdi də. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah sünkləri də rəhmət eləsin. Qoydu məni tara. Getmədim. Dedi, oğul, gəl sənin üstə düzəldim. Razılaşmadım. Mağazaya satıcı düzəltdi. Getmədim.
Axırım nə oldu? Nə? Nə? De. Hayır, nə deməyin? Allah aşkına gündə 5-10 manatım var. Allah bərəkət versin. Əşi, bu həyatdır. Kül mənim başıma. Biz yaşamaq istəyirik. Biz nə edirik? Хотим, что нам делать? Ələcdən. Aa, Nedir o? Deyir gözlə. Ne gözle? Ana ne gözle? Mehmet bəs bu? Basır. Yavaş. Yavaş. Öləcək hamımız. Ehtiyatlı ol Mehmet. Patlayacaq ya Hamad. Ehtiyatlı ol Bahtiyar. Açın, biz yaşamak isteyirik. Yavaş Mehmet Bahtiyar. Sen mumla koyun kimi gözlerini döymə. Patlayıcı ya. Cehenneme patlayacaq. Ne oldu? Işık niye söndü? Что случится, Свет? Bu ne de? Ну вот. Все. Ne все, kız? Ne все? İstemiyorum. Ben de istemiyorum. İstemiyorum. Seni dinledim. Pişkon kalk. Senin şöyle gözlüğümü batına gelsin. Benim balalarım. Yok. Laneti gözlüğümü batına. Свободу хочу. Жить хочу. Хочу Mən yaşamaq istəyirəm. свободу. Azadlıq istəyirəm. Dünyanın işini bilmək olmaz. Sənin vəziyyətini yaxşı başa düşürəm. Mən də sənin yerində olsaydım, yəqin ki, inamımı itirərdim. Ayrı cür ola da bilməz. İllər boyu cəmaat alladıblar. Adamlara bir sürü, bir əşya kimi baxıblar. Onlar fikirləşmirlər ki, sən, mən canlı adamlarıq axı. Min bir dərdimiz var. İnsana nə lazımdır? Xoşbəxtlik. Alınmır. Ona görə ki, boş-boş sözlər, şüarlar eşidirik. Ay canım, bu adamı bir yedizdir, geyindir, sonra tələb elədə. O boyda mikrorayon quraşdırıblar. Kanalizasiyası yoxdur. Hər işimiz belədir. Vallahi adam heç yaşamaq da istəmir. Ana, mən səni çox yaxşı başa düşürəm. İndi birinci katibdən xahiş eləyərəm, axıra qədər səni dinləyər. Biz elə hamımız ondan xahiş eləyərik. Elə yorulmuşam. Səvr elə. Mən elə gəlir ki, prokuror oğlunu buraxa bilər. Məhkəməyəcəm. Bəs sonra? Sonra sallah kərimdir. Məhkəmədə bilmər. Gözün yaşın sil, gedəmə. Qoyan düşsün. Balam ölsün. Bilmirəm. İnanmıram. Mən də sənin oğlum. Sən mənə inanırsan. Görürəm namuslu qadınsan. Sən də mənim anam kimi oğlu çox istəyirsən. İnan mənə. İnanmıram. Ana. Sən mənə inanırsan. Eləmi? Yox. Sən mənə inanmalısan. Gözlərimin içinə yaxşı-yaxşı bax. Gözlərimə bax. Gəl. Gəl mənim anam.
Düş. Gedib, hər şey yaxşı olacaq. Sənə inanıram. Çox sağ ol oğlum. Gedək. Bağışlayın məni. Siz Allah, bir savad arvadım. Bu saat sürücüye tapşırırım size Ağzıma eyvallah. geleni Buyurun danıştım. gidelim. Sağ olun. Çok sağ olun. Bağışlayın beni. Sağ olun. Sağ olun. Bağışlayın beni. Ana. Ne kadar tələssəz, o kadar tez görərsiniz oğlunuzu. Gelin gidelim. Gelin. Çok sağ olun. Gəlin, arxayın olun. Sana inanırım. İnan. İnanırım sana. Gidelim. Sağ ol. Qarabağ şikəstəsi. Все, hər şey bitdi. Я больше Mən day manevr işlədə bilmirəm. почему. Nə olub axı? Уже вся территория. Bütün şöbələr bağlanır da. Bax o, bu nə pis oldu. Я думаю, Mənə elə gəlir ki, onlar sizi fişənləyəcəklər. а что мне делать? Biz mən yazıq neyniyim? Придет. Gerek küçəyə gedəsiz də onların yanına. Ну и сам. Biz bir yağı özünüzdür ki, mən oraya getsəm, cəmaat tutub məni zad eləyəcək. это они с вами. Zad eləyəcək də söz deyil. Yox, yox, ancaq o məsələ olmasın. Arvadığa bilsə məni evdən qovar. Да я понимаю. У них может лопнуть. Cəmaatın səbri tükənə bilər. Не думаю. İnanmıram. Народ у нас терпеливый. Bizim xalqımız təmkinlidir. Вы что? Xeyir ola. Так просто. Heç əş elə belə. Ну ладно, Yaxşı, вы подождите siz здесь. burada gözləyin. Я сейчас верну. Mən bu saat qayıdıram. Mığayət ol özündən qadan alım. Hı. Mən elə qorxuram, sən öləsən. Özün eləsin. Интересно, им не надоело? Əşi bu cəmaat təngə gəlmədi. Bəli, eşidirəm. Prokuror oradadır. Bəli, buradadır, dəvət edin. Yox, qoy gözləsin. Скажите, вы верите в перемены? Siz yeniliklərə inanırsınız. А вы? Bəs siz? Aa, baxın, deyəsən Rəhimovdur. Рахимов. Ay cemaat sakit olun. Bax elə bu saat, bu dəqiqə orada həmin məsələyə baxılır, siz öləsiniz. Günahkarlar öz cəzasını alacaqlar. Buna siz əmin olun. Aliyə, birinci katib yerindədir. Beş salamınız harda qaldı, yoldaş Kərimov? Nə oldu be sizə? Да что такое? Əşi bir başa salın, nə olub axı? İkinci mikrorayon. Səhərdən şəhər boyu qovur məni. За мной бежал. А почему? Nəyə görə? Kanalizasiyaya görə. Deməli, onları siz bura gətirmişsiniz. их не прибавил. Vallahi gətirməmişəm, özləri dalımcı qaçır. А вы что, не могли? Başqa yerə qaça bilməzdiniz bəyə. Mənim partiya vicdanım məni ara çağırıb, orada qaçmışam. O deyir ki, onun partiya vicdanı onu ara çağırıb, orada qaçıb. Əpçi. İndi bronevik gətirəcəklər, keçərin biri dırmaşıb üstündə nitq söyləyəcək və cəmaat Qarqon partiyanın binasını darmadağın eləyəcək. Вы откуда знаете? Siz hardan bilirsiniz? Tarixdən. Охраняйте. Adı yox, mən gedirəm birinci katibin yanına. Никуда вы не пойдете. Ay getdiniz ha. Идем в горком Orada büro gedir. Olmaz. А что Bəs mən neyniyim? строить канализацию. Kanalizasiya tikin. Ну, тогда и Onda düşün aşağı, onların yanına. А если вы pойдете к ним на улицу, Onların da yanına düşsüz, то они вас... cəmaat sizi tutub zad eləyəcək. Может, мне? Bura baxın, bəlkə mən düşüm aşağı. Qadası? Qadası, siz eşitmədiniz əmi oğul nə dedi? Нет, она не Xeyr, qadası eşitmədi. оставаться в приеме. Qəbul otağında qalmaq məsləhət deyil. Вам лучше. Siz fənd işlədin, manevr. Onda mən Sroşnu gedim təbliğat şöbəsinə. Hə? Getdi mi?